Salam değerli izləyicilərimiz. Sizləri igid bir qəhrəman oğlun ocağından salamlayırıq. Oğul ki, vətən dedi, el dedi, oba dedi. Silaha sarıldı, vətən torpaqlarının müdafiəsinə qalxdı. Qəhrəman igid oğlumuz əslən Gürcüstan Respublikasının Boynisi rayonu Saraclı kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Elçin Nəbi Qərənzadədən söhbət gedir. O oğul ki, vətən torpaqları üçün canını fəda etdi. O oğul ki, ana qucağından isli vətən torpağını seçdi. Bir ömür vətən torpağı igid qəhrəman oğlumuza ana əvəzi laylayıb çalacaq. Bugün igid qəhrəman oğlumuzu yad etmək üçün biz toplaşmışıq Qərənzadələr ailəsinə və özümüzə borc bildik ki, vətən torpaqları uğrunda canını fəda edən bax bu qəhrəman igid oğlumuzu yad edək, ehtiramla xatirəsini bir daha sizlərlə bu qəhrəman oğlumuzu tanış edək. Değerli izləyicilərimiz, burada gördüyünüz Qərənzadələr ailəsidir və igid Elçinimizin döyüş yoldaşı, qardaşlarıdır, bacılarıdır, bir ailənin üzvləridir və mənimlə birlikdə gələn şəhid anası elə Elçinlə deyərəm bir cəbhəni, bir səngəri bölüşüblər. Qarabağın o başı, bu başı olmadı dedi vətən oğulları. Vətən dedilər, bir vətən uğrunda da yola çıxdılar. Və dəyərli Hacı xanım, Elçinin əmisi qızım və bizim soydaşımız Leyla xanım qürbət ildən gəlib, o da özünə borc bilir ki, şəhid ailələrini ziyarət etsin. Mən istəyirəm ki, ilk öncə sözü, bax, Elçinlə bir cəbhəni bölüşən Elçinin qardaşına söz verək. Buyurun. Çox sağ olun. Allah razı olsun sizdən. Özürüm, xoş gəlirsiniz deyirəm. Dönümləri bildiyiniz kimi Elçinin anım günüydü. Günləri istirahət günü olduğuna görə günü təsadüf elədik. Allah canı sağlığı, siz də gəldiniz, yad elədiniz. Siz buyurduğunuz kimi həqiqətən biz Borçalıdan da olsa Azərbaycanın bütövlüyü uğrunda, torpağı uğrunda hamımız bir olub iştirak eləmişik. Bizim ailəmizdən mən qarşı 4 dənə kişi olub, ata, 3 qardaş. Hər dördümüz borcumuzu vermişik vətən uğrunda. Ondan əlavə biz qeyd elədiyiniz kimi Borçalıda da olsa hər vaxt bizim ürəyimiz Azərbaycandan dönür. Təsadüf deyil ki, bizim hal-hazırda kəndimizdə, Sarasır kəndinin 6 şəhidi var. Birinci Qarabağ, ikinci Qarabağ, hətta terror həyatında iştirak edən şəhidimiz var. Dediyim odur ki, Azərbaycan torpağı uğrunda həmişə belə igid qəhrəmanlar olub, olacaq. Allah anamıza da can sağlığı versin. Həqiqətən o analar olub ki, bizləri yetişdirir. Biz özümüzdən asılı olmayaraq belə yetişdik. Vətən deyib, vətən uğrunda yola çıxdıq. Allah sizə var eləsin ki, unutmuruq şəhidlərimizi, biz nə varıq, Azərbaycan xalqı var, şəhidlərimiz unudulmayacaq. Allah Azərbaycanımızı imtaq eləsin, işıqlı eləsin, gələcəyimiz xoş olsun, bağlarımız xoş gündə yaşasın. Qəhrəman oğullarımız da yetirən Allah həmişə var olsun. Teşekkür edirik sizə vətən oğlu, vətənimizin dəyərli, qeyrətli oğlu. Bugün vətən torpaqları sizin kimi oğulların sayəsində öz azadlığına qovuşdu. Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi məhz qəhrəman oğullarımız birləşdilər. Bugün Xankəndi azaddır, Qarabağ azaddır. Çünki Elçin bir zamanlar evlərinə yazdığı sonuncu məktubda belə yazmışdı. Əzizlərim, məndən nigaran qalmayın, lap yaxşıyam. Amma sizə söz verirəm, Xankəndini almayınca geri dönməyəcəm. Bəli, Elçin bayrağa bükülüb gəldi. Bugün Elçinin ruhu şaddır, Elçinlərin qisası alındı. Xankəndi azaddır, Qarabağ azaddır. Mən elə istəyirəm ki, Elçinin qardaşına söz verək, o da qardaşı ilə bağlı xatirələrini bizlərlə bölüşsün. Buyurun. Bir daha salamlayırıq sizi. Çox sağ olun, Allah hamınızdan razı olsun ki, belə vətən şəhidlərinin ailələrine baş çəkirsiniz. Bizim xalq ümumiyyətlə belədir, isti xalqıq. Heç vaxt hər bir evdə, hər gün bu şəhidlər alınır, buna əminəm, bunu həyatımızda da görürük.
müəyyən cəmiyyətlərdə işləyirik, gedirik, gəlirik, hamısında belədir. Allah xalqımızı var eləsin, sizlərlə birgə. O ki, bizə, bizim ailəyə, biz Azərbaycanlı, Türk ailəsi kimi biz də bir sıradan bir ailə idik. Özümüz şad firavan yaşayırdıq. Allah elmərlərin belini qırsın, bu zülmü gətirdi bu millətin başına. Biz də bir oğul kimi hamımız sarıldıq, getdik. Vətənimizi qoruduq. Şəhid olanlara Allah rəhmət eləsin, şəhid olanlar oldu. Qalanlara can sağlığı, qazilərə də can sağlığı. Şükür, 1-ci Qarabağ müharibəsində şəhid olanların, döyüşənlərin qisasını bizim Ali Başkomandanın gözəl siyasəti, 1-ci Ümummillilərin siyasəti, ondan sonra da oğlunun şükür siyasəti və onun quruculuğu nəticəsində biz axır ki, o şəhidlərin qanını aldılar. Bizim yenə ibid oğlanlarımız, sonraki şəhidlərimiz, Allah yeniden hamısına rəhmət eləsin. Şükür Allah'a ki, biz o yiğitlərin səbəbinə biz indi azad bütün Azərbaycanda yaşayırıq. Bir daha çox sağ olun, var olsun millətimiz, dövlətimiz. Teşekkür ederim size. Değerli izleyicilerimiz, bizim için ne kadar çetin olsa da gururlu da. Ne kadar ağır olsa da kardeş acısı çekmek, kardeş yokluğuna dözmek bir o kadar da fəxarətlidir. Yanında Elçinin bacıları var. Ben istəyirəm ki, bacılarımız da öz ürək sözlərini desinlər. Buyurun bacılar. Qəhrəman oğlun bacısı olmaq hər bacıya nəsib olmur. Buyurun. Ben de sizi salamlayıram, hoş gəlmişsiniz. Fərəzadələr ailəsinə. Mənim əlbəttə anam, atam olsaydı başqa cür olardı. Məkanları cənnət olsun. Elçindən də Elçin sevimli qardaş olur, mehriban qardaş olur. Hər cəhət tərbiyəsindən də, savadından da. Bu devirdə elə oldu ki, da müharibə devrində öz könüllü getdilər. Mingəçevirdə Soçdiyirdi, hərbiçi idi. Oradan könüllü cəbhəyə gediblər. Burada da Kəlbəcərin Murov dağında 1994-cü ildə may ayında şəhid olub. Bütün şəhidlərimizin yeri cənnət məkan olsun. Mənim anamın da arzusu o idi ki, yerlər alınsın. Bir qanlı tökülən yeri alınsın. Mənim cənnətli imamam da elə bir ki, noyabrın 5-də həyatdan getdi, 8-i parat oldu. Mənim anamın sevinci oldu ki, Elçinin qanı yerdə qalmadı. Bəli. Bütün şəhidlərin yeri məkanı cənnət oldu. Anam elə sevindi ona. Allah cennet olsun. Buyurun. Çok sağ olun. Gelenin ayaklarınız var olsun. Allah bütün şehitlerimize rahmet eylesin. Çok sağ olun. Burada bizim bir değerlimiz var. O değerli ki herkes için müqəddəs bir varlıqdır, anadır. Düzdür, biz hər birimiz anayıq, amma bu analarımız müqəddəs analardır. Və müqəddəs vətən torpaqları uğrunda övladları, canlarını vətənə qurban verən analardır. O analardan biri Kərimov Ceyhun Allah verdi oğlunun anası Rəxşəndə anadır. Gənc ikən oxuduğu universiteti yarımçıq qoyaraq vətən məni çağırır dedi, silaha sarıldı, vətən torpaqlarının müdafiəsinə baxdı. Və doğulub boya başa çatdığı Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Bugün Hacı xanım, Kifayət xanımın istəyi ilə istədik ki, Rəxşəndə ana da sizlərin yanında olsun və sizin ailəni tanısın. Məhz onun oğlu da Elçinlə bir səngəri bölüşən oğullardan olub. Çox danışmaq elə Rəxşəndə ananın da haqqıdır. Buyurun anam. Öncelikle hamını salamlayıram. Çok sağ olun Aziz Hanım. Allah sizden razı olsun. Siz hemşe bizim yanımızdasan, hemşe bize desteksen. Allah bize değer verirsen, şehitlerimize değer verirsen, Allah sana değer versin. Hacı Hanım, Leyla Hanım,
Arzu xanım. Həmişə bunlar bizim yanımızdadır, bizlə bərabərdir, dərdimizə şərik olurlar, dərdimizi bölüşürlər. Yəni bizim dərdimiz unudulmazdır, biraz da olsa bizə Təskinlik. təskinlik verirlər. Çox sağ olsunlar, çox təşəkkür edirəm. Mən Kərimov Ceyhunun anasıyam. Ceyhun Sənan Universitetinin 3-cü kurs tələbəsi idi, özü könül olaraq cəbhəyə getdi. Bütün yüksəklərdə döyüşdü, son döyüşü Ağdam Qaraqaya'da oldu. Özü yaralı yoldaşını çıxardaşdan şəhid oldu. Şəhidliyindən sonra oxuduğu məktəbi adına verdilər. Mənim bir oğlum da qazi olub. O da müharibə başlayandan müharibədə olub. Şirin Mirzəyevin batalyonunda olub. Allah verdi Bağırovla çiyin-çiyinə döyüşüb. Amma bir balaca bir qəzada dünyasını dəyişib. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerlərə cənnət məqamları olsun. Allah sizlərə də səbir versin, bütün analara səbir versin. Allah bu vətən sevər. Qızlarımızın canı sağ eləsin. Çox sağ olsunlar, çox sağ olun. Həmişə bizə dəstək. Sağ olun, çox sağ olun. Təşəkkür edirik Rəşəndə ana. Siz bizə yox, biz sizə təşəkkür edirik. Bu vətən sizlərə minnətdardır, igid oğullar. Və hər zaman çalışır ki, etdiyi əməlləri ilə bax, qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad etsin. Elə özü də əslən Gürcüstan Respublikasından olan Azərbaycan üçün daimə ürəyə döyünən Leyla xanım aramızdadır. Leyla xanım, buyurun, söz sizdədir. Kifayət xanım, siz mən də hər birinizi salamlayıram. Mən də çox şadam ki, sizin ailənizdə tanıdım. Fəxr edirəm ki, bizim Borçalların hərinə getişim. Mən də özümə qürur duyuram ki, bizim Borçallarımız da vətən üçün canını qurban veriblər. Qazilərimiz olubdur, Allah canınızı sağ eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Qazilərimizə də şifa versin, ömür versin. Mən bütün şəhid analarının qarşısında baş əyirəm, əllərindən öpürəm, başladan əlimizdən öpürəm ki, igid oğullar böyüdüblər. Bizim də borcumuzdur hər zaman. Şəhid ailəsinə gedir ziyarət etmək. Hər şəhid ailəsinə getdikcə biz elə bir ziyarətə gedirik. Allah bütün dözüm versin xalqımıza, Allah dünyamızın axırını xeyir eləsin. Həmişə bayrağımız üskətdən dalğalansın. Biz qürbət evdə də olsaq, hər gələndə özümə borc verirəm, bütün şəhid ailələrini, qazilərə ziyarət edim. Təşəkkür edirik Leyla xanım, minnətdarıq sizə. Mən Hacı xanımı niyə sona saxladım? Deyirlər, atalar misalı var, deyirlər ki, aslanın erkəyi dişisi olmaz. İllərdir tanıyıram Hacı xanımı, Xocalı soyqırımı başlayan vaxtdan. O vaxtdan Hacı xanımı necə tanımışam? Xeyirsevər, hər kəsin yardımına qaçan, hər kəsin harayına, imdadına yetən, məzluma əl tutan, məzluma kömək olan bir xanım kimi. Ancaq yaxın münasibətlərimiz olmayıb, salam, sağ ol eləmişəm, amma gördüyü işləri hər zaman qürurla izləmişəm. Və Hacı xanıma mən buradan öz adımdan təşəkkür edirəm. Bir Qarabağlı olaraq təşəkkür edirəm. Çünki Hacı xanım bu 5 ildə mənim gördüyüm tərəfini deyirəm, görmədiyim tərəfi deyə bilmirəm. Çalışıb ki, 5 il ərzində daima şəhid analarının yanında olsun. Onun üçün heç bir fərq olmayıb. İllərin fərqi olmayıbdır. Hər zaman anaların bərabər könlünü alıb, onlarla ağlayıb, onlarla gülüb. Bugün istəyirəm ki, Hacı xanımın ürəyi doludur. Hər zaman ürəyi dolulur, bugün də ürəyi doludur. Biz bir neçə gün öncə ayın 6-sı Fəxri Xiyabanda idik. Orada da gedən kimi biz getdik. Elçinin məzarını ziyarət elədik. Və onu da qeyd edim ki, sözümün əvvəlində demədim, mən özüm yazaram. 23 kitab müəllifiyəm. Çalışırıq ki, hər zaman bizdə Kifayət xanımın yanında olarkən ona öz kitablarımızı hədiyyə edək. Elə bu kitabı da məhz biz Elçin haqqında yazılan bir kitab idi. Sizlərə əlim çatmadığından, sizin Qərənzadələr ailəsi adından bunu Kifayət xanıma hədiyyə etmişdim. Amma bugün istədik ki, bu kitabı Elçinin
muzeyinə hədiyyə edəcəyik indi inşallah. Hacı xanım, istəyirəm ki, siz danışasınız. Ürəyiniz doludur. Bizdən də mən əyləşib Bəli. danışıram hər bir zaman. Heç vaxt şəhid anaları qarşısında əyləşməmişəm. Burada bizim şəhid anamız və şəhidin anasını əvəz edən bacıları var burada. Hər birinizi salamlayıram. Raziyə xanım, sizə öncəliklə təşəkkür edirəm, minnətdaram ki, siz də 5 ildə yox, illərdir qələm sahibisiniz, ancaq bu 5 ildə şəhidlərdən dayanmadan yazırsınız, tarixin fərqi yoxdur. Şəhid daim şəhiddir. Mən bugün şəhidim. Mən heç vaxt şəhid demirəm, şəhidim deyirəm. Çünki bu şəhidlər bizim üçün öz şirin canlarından keçiblər və bugün mən öz doğmam, qanı qanından olan, canı canımdan olan Qərənzadələr sülaləsinin bir igid qəhrəman oğlunun evindəyik. Elçin Qərənzadə Nəbi oğlunun evindəyik. Şəhadətin mübarək olsun deyirəm şəhidim. Sən ölmədin, ölümü öldürüb daim yaşadın. Mənim üçün çox çətin danışmaq. Elə bilirim, öz ata ocağımda, öz doğma qardaşımla danışıram. Allah bütün şəhidlərimin məqamını uca eyləsin. 1400 il keçməyinə baxmayaraq biz Kərbəla şəhidlərini qürurla anırıqsa da və o yandan bu yana bütün şəhidlərimizi sevgi ilə anırıq. 90-cı illərdə çox təəssüf edirəm ki, yağı düşmənimiz, bilirsiniz ki, yer üzündə erməni qədər xisləti mənfur bir düşmən yoxdur. Təəssüf ki, o da Azərbaycanın qismətinə çıxıb ki, belə bir düşmənimiz var bizim. Torpaqlarımızı zəbt etmək üçün, Azərbaycanın torpağını işğal etmək üçün hücuma keçmişdilər. Dinc əhali üzərində başlamışdı hücumları və bu hücumlar sayəsində bizim qeyrətli, namuslu, vətənsevər oğullarımız silaha sarıldı. Bu silaha sarılan oğullar sırasında Qərənzadə Elçin də var idi və siz hər bir zaman söyləyirsiniz, ana bucağından çox vətəni sevdi və vətən uğrunda döyüşlərə getdi. 4 il döyüşdü bu döyüşlərdə. Çox igid qəhrəman oğullar kimi o da öz şirin canını vətənə fəda verdi. Burada Elçinin döyüş yoldaşı, öz doğma qardaşı Qərənzadə Yalçın da əyləşib və onun qardaşı Qərənzadə Arçıl, o da döyüş bölgəsində olub, döyüşüb, vətən üçün silaha sarılıb. Bir ailədən 3 oğlun döyüşə getməsi, vətən uğrunda şirin canından keçib, o döyüşə gedən oğulların hər biri bilirdi ki, oradan sağ gəlməyə bilər, vətən yolunda şəhid ola bilər. Gör, indi siz düşünün, bu oğulları dünyaya gətirən ana nə qədər onları vətən sevdirib, necə sevgi ilə övladlarını böyüdüb, necə ata onlara vətən haqqında qürurla danışıb ki, bunlar vətəni bir belə seviblər. Valideynlərin deyil də vətəni qorumağa gediblər və bu vətən uğrunda da şirin canlarından keçiblər. Şəhidimiz məqamın ucu olsun deyirəm, yerin cənnətdir, cənnətin mübarək olsun deyirəm və biz bugün bura yığışmağımızın səbəbkarı olan şəhidimiz Elçinimizdir. Elçinin də arzuları var idi. O elə bir gənc yaşında yaşasaydı indi 53 yaşı olardı. Amma indi biz 53 yaşını belə deyim, şəhadəti kimi artmayan bir yaşını qeyd edirik. Necə ki 23 yaşını qeyd edirik. Bax elə bir ki o 23 yaşında şəhiddir və daim o yaşda yaşayacaq. Yaddaşlarda o yaşda qalacaq. Məqamı ucu olsun şəhidimizin. Rəxşəndə anamız da bizim qəhrəman igid oğulları böyüdən analardan biridir. Allah sizə səbir versin, dözüm versin. Şəhidlərin məqamı daim ucu olsun deyirəm. Biz hər bir zaman qürur duyuruq, fəxr edirik ki, 92-ci ildə şəhid olan o qəhrəman oğullarımızın qisasını 2020-ci ildə Ali Baş Komandanımızın bir yumruq altında birləşərək devizi ilə dəmir yumruğu altında birləşərək gedib 44 günə, 30 illik həsrəti 44 günə qovuşturdular bizləri və yarımçıq qalmış, yarım qalmış Azərbaycanı bütöv bir torpaq etdilər, bütöv bir Azərbaycan etdilər. Yəni Azərbaycan zaten bütöv idi, yenilməz bir dövlət idi. Sadəcə olaraq bizim də Ali Baş Komandanımızın siyasəti bu idi ki, çox itkilər olmasın, çox analar gözü yaşlı qalmasın, şəhidlərimiz çox olmasın deyə bu siyasəti irəli sürdü və çox şükürlər olsun ki, haqq ədalət öz yerini tapdı. Bizim yağı düşmən əsarəti altında olan torpaqlarımız azad edildi və 92-ci ilin şəhidləri
həsrətlə bu qələbəni gözləyirdilər və onların ruhları mən əminəm ki, o torpaqların üzərində pərvaz edir. Çünki onların qisası alındı, qanı yerdə qalmadı. Allah bütün şəhidlərin məqamını uca eləsin və mən bir Borçalımın, Saraçılının şəhidlərinin hər birinin məqamı uca olsun deyirəm və bir Borçalı elimin, obamın, bir kəndimin Azərbaycanda 6 şəhidi var. Və bu şəhidlərin hər biri mənim üçün, bütün şəhidlər mənim üçün dəyərlidir, əzizdir, fərqi yoxdur, şəhid şəhiddir. Mən yola çıxanda hər bir zaman söyləyirəm ki, şəhidin böyüyü, kiçiyi, yaşlısı, qocası, keçmişi bugünü yoxdur. O elə bir məqamdır ki, Quran-ı Kərimdə buyurur ki, şəhidlərə ölü deməyin. Onlar ölü deyirlər ki, siz onlara ölü deyirsiniz. Şəhidlər əbədi yaşayır, yaşayacaq və onlar ölümü öldürüb da əbədi yaşadılar və onların ruhları pərvaz edir göylərdə və mən də qürur duyuram ki, mənim də 92-ci ildən bu yana öz elimin, obamın, Saraçılının 6 qəhrəman igidoğlu şəhid olub. Biz də hər bir zaman onları fəxrlə, iftixarla yad edirik, onların ruhları qarşısında baş əyirik və ən sonuncu şəhidimiz, antiterror şəhidimizdir, Daşdəmirov sahib Natiq oğludur. Allah onun da məqamını uca eləsin. Ayın 6-sı Mövlududur. Mövludu mübarək olsun deyirəm. Bütün şəhidlərimizin və sahib oğlumuzun da onun içində Allah hər birinizə səbir versin.